Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun 2026-cı il üçün Zayed İnsan Qardaşlığı mükafatının qalibləri sırasında Prezident İlham Əliyevin yer alması Azərbaycan liderinə olan etimadını, eləcə də ölkə başçısının sülhə verdiyi töhfənin əyani sübutudur. Ekspertlər hesab edir ki, bu mükafat böyük iradənin, ədalətli sülhün və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunun rəmzidir. Şeyx Zayed Fondunun yaradılış fəlsəfəsinin əsasında dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqi dayanır. Fondun Zayed İnsan Qardaşlığı mükafatı da məhz dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilir. Bu aspektdən də İlham Əliyevin sözü gedən mükafata layiq görülməsi həm də Azərbaycan prezidentinin sülh gündəliyinin dünya tərəfindən təqdiridir. Çünki Prezident İlham Əliyev müharibədə olduğu kimi sülhdə də qalib gəldi. Vətən müharibəsində əldə olunan tarixi qələbəyə baxmayaraq, Azərbaycan dərhal sülhün təşəbbüskarı kimi çıxış etdi. Bu, dünyada nadir rast gəlinən bir nümunədir. Uzun illər işğala və haqsızlığa, beynəlxalq arenada ikili standartlara məruz qalan bir ölkə tarixi ədaləti öz gücü hesabına bərpa etdi və qarşı tərəfə sülh əlini uzatdı. Azərbaycan liderinin sülh təşəbbüslərinin əyani nəticəsi kimi ötən ilin avqust ayında Vaşinqtonda Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş paraflandı. Bu addım Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən münaqişə tarixində nadir razılaşdırma nöqtələrindən birini ifadə edir. Belə mürəkkəb bir coğrafiyada yerləşən və tarixi münaqişələrlə dolu olan Cənubi Qafqaz regionunda bunu əldə etmək, bacarmaq kifayət qədər çətin bir iş idi. Beləliklə, Azərbaycan lideri münaqişəni həll etdi və regionda barışıq, əməkdaşlıq, inkişaf üçün yeni üfüqlər açdı. Ermənistanla iqtisadi əməkdaşlığın qurulması və nəqliyyat müstəvisində müxtəlif məhdudiyyətlərin aradan qaldırılması yeni əməkdaşlıq fazasına Cənubi Qafqazı qaldırır və burada vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, taxıl tədarükü, neft məhsullarının Ermənistana çatdırılması ilkin sülh quruculuğu istiqamətində töhfələrdir. Azərbaycan nəinki regional, eləcə də beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə davam edir. Belə ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trumpın dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etdi. Eyni zamanda, bundan öncə də ölkəmiz sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində təşəbbüslərlə çıxış edib. Onu da qeyd edək ki, ölkəmiz Sülh Şurasına üzv olacaq. ABŞ prezidenti Donald Trump Azərbaycanı bu təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib. Prezident İlham Əliyevin Donald Trumpı ünvanladığı məktubda Azərbaycanın Sülh Şurasına qoşularaq onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyanı paylaşacağı qeyd olunub. Ərazi bütövlüyümüzü və suverenliyi təmin etdikdən sonra ölkəmizə beynəlxalq diqqətlər daha da artıb və Azərbaycanla əməkdaşlıq etmək istəyən güc mərkəzlərinin sayı getdikcə çoxalır. Xüsusilə sülh quruculuğu prosesində Azərbaycanın töhfələri də xüsusi nəzərə alınır və bu xüsusda Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın Sülh Şurasına Azərbaycanın dəvət olunması ilə bağlı göndərdiyi məktub da xüsusi ehtirama malikdir. Nəticə etibarilə hər iki mühüm hadisə Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi və təzahürüdür.